da 6-7 yaşında. Amma o vaxt oyuncaqlar da az idi, indiki kimi deyil. Çox az idi. Yox, məsələn, mən yadımdadır, mən 7-də oxuyordum, 8-də mənə velosiped aldılar. O vaxt uşaqların heç birinin velosipedi yox idi. O deyirdi ki, bir dənə biraz gedim, sürüyüm, gəlim. Yəni, artıq o məhəllədə velosiped bir dənə məndə idi. Bizim işimiz bu ki, yaxşı oxumaq, hamı da bizdən tələbi bu idi ki, yaxşı oxumalısan. Bir də yavaş-yavaş uşaqlar yığılırdı, gedirdi, bizim evin yanında stadion vardı, orada futbol oynayırdıq, nə bilim, voleybol oynayırdıq, belə. Günortalar filmlərə baxardıq, axşam seansına bizi buraxmırdılar. O vaxt hamı kino teatrı, özdə yaxşı filmlər gətirdilər, nə bilim, bizim öz filmlərimiz elə, məsələn, mənim yadımdadır, olmasın, bu olsun filmi, gündə 5 dəfə göstərirdilər. Amma hamısı da anşlaq, dolu. O kino işçiləri bilirsiniz, əməlli başlı pul qazanırdılar orada. Yəni, kinoya baxan adam, sonra kino bileti satan adamlar, sonra səyyar kino vardı. Məsələn, motosikletə qoyurdu o yağfaları, gedirdi bir kolxozda, bir fermanın divarına, heç şey də lazım dördə, ekran. Belə fermanın divarına filmi buraxırdı. Cəmaət da gəlirdi, kolxozun adamları. O kolxoz köçürmə yolu ilə ora pul köçürdürdü və hamı gəlirdi, kolxozun işçiləri baxırdılar. Amma Rasim müəllim, bu yaxşıdır ki, maariflənmədir da. İnsanlar mədəniləşirlər, kino izləyirlər. Əlbəttə, əlbəttə. Çox yaxşı bir belə filmlər vardı ki, onların bir ibrətamiz mənası vardı. Ondan sonra çəkirdilər. Ondan nəsə adamlar o filmdən bir şey götürürdülər. Mənalı filmlər idi. İnsanları tərbiyə edirdi, belə deyək. Bəli, formalaşmaqda düzdür, ədəbiyyatının da böyük rolu vardı, amma teatr. Sonra tez-tez bizə, nə bilim, Quba teatrı yadımdadır. Ondan sonra Bakıdan bəzi teatrlar gəlirdilər, tamaşalar verirdilər bizim klubda. İnsan əlindən ora düşmək olmurdu. Yəni, insanlar çox marağı vardı. Rasim müəllim, üzr istəyirəm. Ədəbiyyat dediniz, Nabat müəlliməni xatırlayırsınız? Bəli. Gəl ondan danışaq. Nabat xanım bizim ədəbiyyat müəllimi idi. Yoldaşı da Kamal müəllim, o da tarix müəllimi idi. Elə onlar, deyəsəm, nəsə evlənib, institutu bir yerdə qutarıb, xahiş ediblər ki, bizi hara göndərirsiniz, bir yerə göndərin və onlar təyinatını almışdı Ağsuda. Onların əsli Qazaxlı idi onlar. Amma qaldılar Ağsuda, bugün də onların nəvələri, nəticələri Ağsudadır. Əlaqə var o qohumları ilə, yoxsa? O qədər yox. Amma sizə ədəbiyyatı o sevdirib, mən bildiyimə görə. Yox, ədəbiyyatı mən ümumiyyətlə sevirdim, amma bilirsiniz, o qəribə idi. Bizdə qabaq məktəbdə ədəbiyyat keçirdik, bir də ədəbiyyatın müntəxabatı. O müntəxabatda, məsələn, Cəfər Zabalını keçirdik. Onun müntəxabatda onun piyesindən hansısa var idi. Ya Tutalım Sevil əsəri vardı, ya Aydın, ya Yaşar. O, Nabat xanım onu bölürdü uşaqların arasında. Biz başlayırdıq ifadəli oxumaq. Elə bir ki, hərə bir rolu oxuyurdu oturduğumuz yerdə. Mən də o vaxt radio tamaşalarına adına qulaq asırdım və çalışırdım oradakı aktyorları təqlid eləyəm. Belə nəsə deyirdilər ki, səndə yaxşı alınır. Sonra şeirlər öyrənirdim, deyirdim. Bundan sonra orta məktəbdə də radio qovşağı vardı. Orada çıxışlar eləyirdik, nə bilim. Sonra Dram Dərnəyi yarandı. Dram Dərnəyində elə Nabat xanım bir dəfə yadımdadır, Kəndçi qızı əsərində Mirzə İbrahimovun bir epizod hazırladıq, sinif. Və onu
Nəsə hansısa tədbirdə oynadıq. Yəni hərə bir rol. Dediyim o ki, yavaş-yavaş belə Bu həvəs yaranmağa başladı. Sonra da Səməndər, bir neçə Kamil vardı, böyük kişi vardı. Onlar da sizinlə bir məktəbdə oxuyub. Bir məktəbdə oxuyduq, amma bir sinif yuxarı, bir sinif aşağı. Yəni bu adamlar yığışırdıq. Bizim söhbətimiz kinoya baxırdıq, sonra kluba yığışardıq. Orada aktyorların həyatından, nə bilim, həm dram dərnəyində iştirak edirdik, həm də ümumiyyətlə bu sənətlə, o vaxtda da məsələn tutalım Azərbaycan Gəncləri qəzeti vardı. Orada gənc aktyorlara yazır ki, alqış səhnəyə istedad gəlir. Belə bir rubrika vardı. Hər dəfə kimsə? Hər dəfə kimsə, bir də yadımdadır, Bürcəli Əsgərov haqqında vardı, Eldəniz Zeynalov haqqında. Yəni onu maraqlanırdıq və hərənin də bir kumiri vardı. Məsələn, Sizin kumir Raçkapur olub. O Raçkapur, o xarici. Amma məsələn, mənim yadımdadır ki, Səməndər çox fanatı idi Ələsgər Ələkbərovun. Mən də onu çox istəyirdim, amma mən də Əli Zeynalovun fanatı idi. Mən fanatı idim. Yəni belə hərə özünə. Sonra müğənniləri müzakirə eləyirdik. Məsələn, biri Yaqub Məmmədovu xoşlayırdı, biri o vaxtı İslam Rızayev çıxmışdı təzə. Sonra mütəllim o belə. Biz nətərdik? Elə bir ki, Yaradıcı müzakirələr. ay sağ ol, uşaqların arasında belə deyək, istəyi olmadan biz özümüz buna məşğul olurduq. Və sonra da idmanla da məşğul olurduq, futbol oynayırdıq. Dediyim o çox səmərəli keçirdik, həm də yaxşı da oxuyurduq. Yəni oxumaq bizim üçün Ən vacib məşğuliyyət olub. ondan başqa da, məsələn, bu günləri tutalım, mən təbii ki, mənim danışığım hamıya aid deyil. Amma məsələn, müəyyən uşaqlar var, tutalım, bahalı telefonu ilə, nə bilim, dəbli geyimi ilə, nə bilim, atasının aldığı maşınla, zadla fəxr edirdi. Biz isə deyirdik ki, məsələn, biri gəlirdi ki, sən filan şeyi oxumusan, nə bilim, Dostoyevskinin filan əsəri. Biz gedirdik, yəni çox oxumağı, bütün o ədəbiyyatı bilməklə biz fəxr edirdik. Onunla qürurlanırdıq ki, sən Kafkanı oxumamısan, amma mən onun o hörümçəyini oxumuşam. Hörümçək, mən də gedim o kitabı. Yaxşı mənada rəqabət gedir. Yasemin müəllim, ən belə deyək, sevdiyiniz